Göygöl rayonunda 25 yaşlı qadın azyaşlı övladına xəsarət yetirməkdə ittiham olunub. Məlumata görə ötən il martın 16-sında rayonun kəndlərinin birində 2001-ci il təvəllüdlü Tahirə səhər saat 7 radələrində yaşadığı fərdi yaşayış evinin yataq otağında 2023-cü il təvəllüdlü övladını yatıran zaman uşaq yatmadığı üçün əsəbləşib. O əsəblərinə hakim ola bilməyib. Azyaşlının bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Ona qəsdən xəsarətlər yetirib. Faktla bağlı Tahirənin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Tahirə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, zərər çəkmiş şəxsin atası onları ataraq gedib və həmin uşağı atasız böyüdüb. Mən uşağımı yatarkən yatmaq istəmədiyi üçün əsəbləşdim. Bir dəfə əlim ilə uşağın üzündən vurdum. Uşağı vuran zaman evdə başqa heç kəs olmayıb. İş üzrə azyaşlı zərər çəkmişin qanuni nümayəndəsi ifadəsində göstərib ki, qızı olan təqsirləndirilən şəxs bugünədək 4 dəfə qeyri-rəsmi ailə qurub. Tahirənin azyaşlı qızının atası onları tərk edib. Hazırda mən qızım Tahirə azyaşlı, nəvəm və gəlinim, oğlum ilə bir evdə yaşayırıq. Tahirə hər səhər saat 5-ə işləmiş evdən işə gedir. İşdən qaydanda da yuxusuz qaldığı üçün uşağı saxlaması çətin olur. Bu səbəbdən də azyaşlı uşağı yatmağa qoymadığı üçün uşağı vurub. Məhkəmədə məlum olub ki, zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təqsirləndirilən şəxs ilə barışıb. Bu səbəbdən də təqsirləndirilən şəxsin bağışlanması istənilib. Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində cinayət təqibinə və hazırki cinayət işi üzrə icraata xitam verilib.